Mateusz Kovalski'nin Şampiyonlar Ligasında en çok seyv eden 3 qapıçıdan biri olması, Bəhlul Mustafazadənin son saniye qolu və Frankfurt uyğun play-off'a vəsiqəni gətirməsi, Neapolda o ağır zərbədən sonra Kevin Medina'nın ayağa qalxıb israrla oynamaq istəyirəm deməsi, Elvin Cəfərquliyevin Kopenhagen oyunun ən yaxşı olması, Eintrachtla görüş dəftərin komandasına düşməsi, Marko Yankovic'in daşdan keçən ötürmələri, 4-5 gol, 2 asistlə Camilo Duran'ın Qarabağın qıratına çevrilməsi, görünməyən qəhrəman Pedro Vicalio'nun Benfica ilə görüşdə MVP olması, öz mövqeyində qayış kimi olan Mateus Silva'nın həm də 1 gol və 1 asisti, təsnifatda və liga mərhələsində 6 gol vurub 3 asist edən Leandro Andrade'nin şücaəti, Abdullah Zubir'in etdiyi kapitanlıq, Aslanın müəllifi isə qar suyunu qaymağa çevirən seyirbaz böyük Azərbaycanlı Qurban Qurbanov oldu. Məşqçilər heyəti və futbolçuların hər birinə, klub rəhbərliyindən sınavı işçilərə kimi hər kəsə, bu odlu alovlu, daşlı kəsəri yolda komandanın yanında olan, ekran başını dəstəkləyən hər bir azadkeşə sonsuz təşəkkür.